Robnu 3 həftə bundan qabaq gedirdik onunla dalqabaq. Birdən qız üzünü çevirib dedi, anqıraq biz tayımızı tapaq. Yufqadaydı bütün diqqətim mənim, ayaqlara yoxdur söhbətim mənim. Bircə tuxta patxodun ucbatınla dağılıbdı serim sıfatım var. Liçni məndə keçmiş həvəsdir, sənin danışmağı nə bəsdir. Mən çıxıb gedirəm əlvida, tükendi səbrim daha bəsdir. Sən mənə deyirdin ki, qız dükanda kitab satır, bəs niyə demirdin ki, ölümün ada bedrov atır. Mavaşamaya geri, mavaşamaya geri, ayaqlar göydə olanda düşdüm palçığa, hiss elədim ki, şalvarım batır. Bu nə qız idi, ilişdi Allah. Bədən göm-göy ayaqlar çolaq. Bizləri çaşdırdı cavanlıq. İndi hər kimi çəkirik ah. Bizləri çaşdırdı cavanlıq. İndi hər kimi çəkirik ah. Bu hələ söhbətin harası? Yoldan keçirdi bir başqası. Əvvəlkindən çox fərqli idi. Qısadıraq uzun yubqası. Ağardırdı dişlərinin qarası, figurası Rəmişin gitarası. Salam verdim elə şinlə vurdu ki, aparmışdı sıfatımın parası. O ki get dedi açıq aydın. Sən bunu bir zarafat saydın. Dişlərə demişəm əlvida. Cavan yaşımda protez saldım. Bu bənziyir udara, biri sağ imiş, biri sol imiş. Biri təpi sayılırmış, o biri isə qol imiş. Bax bu udarlardan ruh bədəni tərk eləmiş. O mələk sandığı insan nə qədər qəddar edir. Bu nə qız idi, ilişdi Allah.